Azərbaycanda əhalinin azı 95%-i icbari tibbi sığorta ilə tam əhatə olunacaq. İcbari tibbi sığorta haqqını muzla işləyənlər və bir sıra fərdi sahibkarlar istisna olmaqla digər bütün şəxslər ödəyirlər. Biz bəlli bir dövrlərlə bu maddənin tətbiqini bir il təxirə salırdıq. İndi isə dövlət tərəfindən icbari sığorta haqqı qarşılanan şəxslərin sayını yeni dəyişikliklərlə 9 dəfə artırırıq. Bu, dövlətin atdığı böyük və mütərəqqi bir addımdır. Bunu Milli Məclisin bugünkü plenar iclasında Maliyyə Naziri Sahil Babayev bildirib. Biz göstəririk ki, bəlli bir kateqoriyaya aid olan bütün insanlar, yəni uşaqlar, pensiyaçılar, əlilliyi olan şəxslər, əmək qabiliyyəti olmayan şəxslər, işsizlər dövlət tərəfindən sığorta olunacaqlar. Nədənsə bu məsələ tam əks formada təqdim olunur ki, güya işsizlər sığortalanmayacaqlar. Halbuki ilk dəfə olaraq qanunvericilikdə birbaşa qeyd olunur ki, işsizlər də dövlət tərəfindən sığorta olunacaqlar. 2026-cı ilin dövlət büdcəsində bu məqsəd üçün 900 milyon manat vəsait ayrılıb. Bu da təqribən 7,5 milyona qədər insanın sığorta haqqını əhatə edir. Əlavə olaraq təxminən 2 milyon insan muzlu əmək müqaviləsi ilə çalışır. Onların sığortası əmək müqaviləsinin şərtlərinə uyğun olaraq işçi və işəgötürən tərəfindən ödənilir. Fərdi sahibkarların da sığorta haqqları onlar tərəfindən qarşılanır. Beləliklə, əhalinin minimum 95%-i sığorta sistemi ilə tam şəkildə əhatə olunacaq. Bəs kimlər əhatədən kənarda qalacaq? Yalnız işləyən, gəliri olan, lakin bu gəliri gizlədən və qeyri-formal məşğul olan şəxslər. Qeyri-formal məşğulluq isə elə özü qanunvericiliklə qadağan olunmuş fəaliyyət sayılır. Biz isə deyirik ki, yalnız qanunsuz şəkildə fəaliyyət göstərən şəxslər sığorta haqqlarını özləri ödəyəcəklər deyə Maliyyə Naziri Sahil Babayev bildirib. Nazir icbari tibbi sığorta haqqının müəyyən edilmə meyarlarından da danışıb. Nazir əlavə edib ki, bu məsələ təqdim olunmuş layihədə öz əksini tapıb. Xüsusi qaydalar olacaq və həmin meyarlar elektron qaydada müəyyən ediləcək. Fərdiləşdirilmiş məlumatlar əsasında təqdim olunan şəxsiyyət vəsiqəsi və fərdi identifikasiya nömrəsi ilə müəyyən ediləcək ki, həmin şəxslər hansı kateqoriyaya aiddirlər. Həmin kateqoriyalara düşməyən şəxslərin isə gəlir mənbəyi araşdırılacaq və onların sığortadan kənar qalmasına imkan verilməyəcək. Onlar üçün də şərait yaradılacaq ki, birdəfəlik sığorta haqqı ödəməklə istənilən məbləğdə olan tibbi xidmətdən yararlana bilsinlər. Yəni, əksinə, təqdim olunmuş bu yenilik əhalimizin sosial sığorta ilə əhatə olunması istiqamətində növbəti güzəştli və müsbət bir addımdır deyə Sahil Babayev belə düşünür.